Ərtük salam. İlk öncə 11-ci sinif bitdiyinə görə səni təbrik edirəm. De görüm sizə 11-ci sinif attestatları təqdim olunubdur fiziki olaraq. Salam müəllim. Hal-hazırda 11-ci sinif şagirdlərinə attestat fiziki olaraq təqdim olunmayıb. Bəs necə təqdim olunacaq? Bu ildən görə bütün 11-ci sinif şagirdlərinin attestatları bir neçə günə MyGov proqramında yerləşdiriləcək və bütün 11-ci sinif şagirdləri oradan qeydiyyatdan keçib, oradan attestat qiymətlərinə baxa bilərlər. 9-cu sinif attestat məlumatlarına hal-hazırda baxa bilərlər, düzdürmü? Bəli. Onda Ərtük, sən zəhmət olmasa MyGov tətbiqinə qeyddən keçərək digər 11-ci sinif şagirdlərində bunu necə etmək lazım olduğunu göstərəsən. Olarmı elə? Olar. Oldu, indi nümayiş etdirik. Və indi biz iPhone markalı telefon işlətdiyimizə görə App Store-dan yükləyəcəyik, amma digər marka telefonlar təbii ki Play Market-dən və ya digər proqram yükləyir və indi biz App Store-un üzərindən vururuq və burada görürsünüz arayın var. Arayın üzərindən vuranda burada proqramın adı yazırıq, MyGov yazaq və MyGov görürsünüz çıxır, MyGov-un üzərindən vururuq və burada get, yəni əldə et vururuq üzərindən və artıq biz öz məlumatlarımızı belə təsdiq edərək bunu yükləyirik. Və artıq telefonumuzda proqram yüklənir və bunu yüklənməyini gözləyirik. Və xatırladım ki, biz bunu Sima proqramından edə bilərik, amma MyGov daha rahatdır və Open açıqxanasını vururuq. Və biz burada daxil düyməsinin üzərindən vururuq. Və bizdə burada görürsünüz müxtəlif xana var. Asan imza, Sima imza ilə identifikasiya nömrəsi xarici vətəndaşlar üçün ziyarətçi hesabı. Biz identifikasiya nömrəsi olan 3-cü xananın üzərindən vururuq. Və burada bizdə təbii ki profil olmadığına görə, yəni kabinet olmadığına görə biz burada qeydiyyatdan keç bunun üzərindən vururuq. Və burada təbii ki məlumatlar yazıb biz o məlumatlardan belə deyək, oxuyuruq, tanış oluruq və daha sonra məlumatlarla biz artıq əvvəldən tanış olmuşuq. Ona görə də burada şərtlər və qaydalarda tanış olduğum üzərindən vuraraq qəbul et xanasının üzərindən vururuq və bizdə buradan artıq identifikasiya sənədini seçin yazır və biz artıq yeni nəsil şəxsiyyət vəsiqəsinə sahib isə yeni nəsil yazırıq, köhnəsə köhnə yazırıq, yeni nəsil şəxs vəsiqəsinin üzərindən vururuq və burada bizdən seri nömrəsi və fin kod soruşur. İndi onu sizə göstərəcəm ki, seri nömrəsi və fin kod hansıdır. Köhnə vəsiqələrdə vəsiqənin seriya nömrəsi, görürsünüz 9 rəqəmli simvol haşiyə alınmışdı və köhnə vəsiqələrdə fin kod isə burada son 8 rəqəmindən 7-si görürsünüz haşiyə alınmışdı. Bu da köhnə vəsiqələrdə bizim fin kodumuzdur. Yeni nəsil şəxsiyyət vəsiqələrində vəsiqənin nömrəsi görürsünüz burada AA ilə başlayan 9 rəqəmli simvoldur. Yeni nəsil şəxsiyyət vəsiqələrində fin kod isə burada identifikasiya nömrəsi yazılmış 7 rəqəmli simvoldur. Ən yeni nəsil şəxsiyyət vəsiqələrində isə vəsiqənin seriya nömrəsi AB və ondan sonraki 7 rəqəmli simvoldur. Yəni ümumilikdə 9 rəqəmli simvol bizim vəsiqəmizin nömrəsidir. Ən yeni nəsil şəxs vəsiqələrində fin kod burada identifikasiya nömrəsi yazılmış 7 rəqəmli simvoldur və indi biz müvafiq məlumatlarımızı uyğun xanaya daxil edirik. Və biz müvafiq məlumatları yazdıqdan sonra irəli düyməsini sıxırıq və artıq burada nömrəni seçirik. Nömrəmizi seçək. Və artıq öz nömrənizi bura daxil edirsiniz və sizin mobil nömrəniz aktiv olmalıdır və artıq sizin telefonunuza gələn kodu biz bura daxil edəcəyik. Həmin kodu daxil edirik və irəli düyməsini sıxırıq və burada özümüzdən şifrə təyin edirik. Çalışın şifrəni təyin edəndə uzun şifrə təyin edin ki, təhlükəsiz olsun və sistem qəbul etsin və indi biz burada onu təyin edək. Və burada da şifrənin təyinində görürsünüz, burada yazır simvol sayı minimum 8 olmalıdır, maksimum 40, bir böyük hərf olmalıdır, bir kiçik hərf, bir rəqəm və bir ədəd simvol. İndi biz abituriyentin adına uyğun yazırıq. Məsələn, E hərfini böyüklə yazaq. Məsələn, Ertürk, tutaq ki 2009 nida işarəsi və yaxud da hansısa bir xətt və bu parolə baxmaq üçün də bunun üzərindən vuraq. Burada göz işarəsinin üzərindən vururuq və burada görürsünüz, məsələn, yazıbdır. Əgər 8 simvoldan balaca olsa, başqa bir şey yazabilirsiniz. Məsəl üçün, belə bir şey yazabilirsiniz, yaxud burada bir ət işarəsi qoya bilərsiniz və yaxud nida işarəsi qoya bilərsiniz. Məsələn, bu şəkildə biz artıq parolumuzu qoyduq və yenidən həmin parolunun təkrarını bura yazırıq. Və parol düz olandan sonra biz artıq irəli düyməsini sıxırıq. Və artıq burada
ekranda bizdə üz görüntüsünü götürəcək. Ona görə işıqlı yerdə olmalısınız, eynək olmasın və bütün məlumatlar belə deyək, burada artıq yazılıbdır və indi biz davam et düyməsinin üzərindən vururuq. Və bizim artıq burada ekranda belə deyək, görüntünü götürməyə görə icazə ver çıxır, icazə veririk. Və indi biz izin ver edərək ekranda belə deyək, üz görüntümüzü almasına icazə veririk. Və burada belə deyək, bizim üz hissəmiz tamamilə o ekranda yerləşməlidir. Və artıq görürsünüz, ekranda yazır uğurlu, davam et düyməsini sıxırıq, yəni tam şəkil çəkindi. Və görürsünüz, burada yazır ki, ad soyadı artıq çıxdı bizdə bütün məlumatlar və burada da görürsünüz bizə kod gəldi ki, sizin müraciətiniz təsdiq olunmuşdur. Bəzən görürsünüz bu qısa müddət ərzində də gələ bilər. Yəni 1 dəqiqə ola bilər, 10 dəqiqədə, 1 saatda, 5 saatda, amma bir iş günü ərzində artıq belə deyək, müvafiq dövlət qurumu tərəfindən bu yoxlandıqdan sonra rəsmi şəkildə təsdiq olunur. Və indi biz belə deyək, MyGov tətbiqi ekranda var və MyGov tətbiqi üzərindən vuraq, giriş eləməyi də göstərim. Artıq orada təhsil məlumatlarına baxacağıq. Və burada daxil ol düyməsinin üzərindən vururuq. Müvafiq düymələrə sıxırıq. Və burada görürsünüz, dediyim kimi, burada SIMA ilə də ola bilər. İndi biz identifikasiya nömrəsi var, bunun üzərindən vururuq. Və burada artıq bizim bayaq FIN kodu göstərmişdim, FIN kodu yazırıq. Və müvafiq olaraq FIN kodumuzu biz bu xanaya daxil edirik və təbii ki, FIN kodu yazdıqdan sonra təyin etdiyimiz parolu daxil edirik. Bu parol Dimin şəxsi kabinetin parolu deyil, bu MyGov'un paroludur. Və FIN kod yazandan sonra daxil ol düyməsini sıxırıq və indi artıq biz kabinetimizə daxil olduq və görürsünüz, icazə ver düyməsinin üzərindən vururuq. Bizim bütün məlumatlar burada öz əksini tapacaq. İzin ver. İrəli düyməsini sıxırıq və ekrana biz kod da qoyacaq. 4 rəqəmli kod qoyursunuz. Məsələn, 124 də yaza bilərsiniz və yaxud da öz doğum tarixinizi qoya bilərsiniz. Yəni fərq yoxdur. Təhlükəsiz şəkildə qoya bilərsiniz və artıq bizim məlumatlar ekranda çıxır. Və burada görürsünüz, bizim təhsil məlumatlarına baxmaq üçün burada xidmətlər var, görürsünüz. Xidmətlər var, 4 pəncərə. Xidmətlərin üzərindən vuranda burada bizim bütün növ məlumatlarımız var və bizə əsas lazım olan təhsilin üzərindən vururuq. Və burada görürsünüz, ümumi təhsil haqqında məlumatların bunun üzərindən vururuq və bizim hal-hazırda və burada ekranda görürsünüz, bu 3 xətt var, 3 düymə var daha doğrusu. 3 düymə üzərindən vuranda burada bizə yüklə xanası çıxır. Yüklə xanasının üzərindən vururuq və burada artıq biz bu məlumatı yükləyirik. Və biz bu şəkildə artıq sənədimizi yükləyirik və öz MyGov'umuzda attestatımıza baxa biləcəyik. Təbii ki, bu 9-cu sinifin attestatına baxmaq üçün idi və eyni qaydada da 11-ci siniflər üçün attestatı bu şəkildə siz belə deyək, yükləyə biləcəksiniz. Yaxın bir neçə gün ərzində artıq MyGov'da siz öz attestatınızı görə biləcəksiniz. Hər birinizə uğurlar arzu edirəm.